Salam, hər vaxtınız xeyir olsun. Bugün mən ABC biologiya sınaq toplusundan demək 6-cı sınağın 34-cü sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, toxumluğun yetişmə zonasına daxil olmuş bir hüceyrədən sonda əmələ gələn spermatozoidlərdə cəmi 36 autosom xromosomu vardır. Bu canlının bir bağırsaq hüceyrəsinin nüvəsində neçə xromosom olduğunu hesablayın. Biz bilirik ki, demək, toxumluqda daxil olmuş hər bir hüceyrə meyoz yolla bölünür. Yəni yetişmə zonasına daxil olmuş hər bir hüceyrə meyoz yolla bölünür və yekunda 4 hüceyrə əmələ gəlir ki, 4-ü də qametdir. Əgər o 4 hüceyrədə 36 autosom xromosomu varsa, 36-nı bölürük 4-ə, tapırıq ki, hər bir hüceyrədə 9 autosom xromosom var. Demək, hər bir hüceyrədə 9 autosom xromosom varsa, biri də cinsiyyət hüceyrəsi var. Demək, cinsiyyət hüceyrəsinin xromosom sayı 10-a bərabərdir. Bizdən isə, yəni, n bərabərdir 10-dur. Bu canlının bir bağırsaq hüceyrəsinin nüvəsində neçə xromosom olduğunu hesablayın. Biz bilirik ki, bağırsaq hüceyrəsi diploid xromosom dəstinə malikdir. Əgər n-i, yəni haploid 10-dursa, onda diploidimiz də 20 xromosom olur. Yəni, doğru cavabımız olur B variantı.